Salam, hər birinizi xoş gördük. Qayğıya ehtiyacı və əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin yeni bir layihəsinə start vermişik. Savab layihəsi. Bu layihəmiz ilk işini Kürdəmirdən başladı və ikinci ünvanımız Masallı rayonun Xırmandalı kəndindəyik. Bura gəlməmişdən öncə rəsmi qaydada Masallı rayon icra hakimiyyətinə bu işi icra edəcəyimi bildirdim və onlar da sağ olsunlar mənə bir xeyir-dua verdilər ki, Yasaman xanım, əgər siz bu xoş məqamdasınızsa, bu xoş niyyətdəsinizsə, buyurun, işlərinizi həyata keçirin. Xırmandalı kəndində bizə müraciət edən xeyli valideynlər oldu. Mən həmin valideynlərlə həm söhbəti olarkən bəlli oldu ki, onların övladları hələ də müsəlman olmayıb. Mən onların hər birisinə söz verdim ki, mən sizin kəndə gələcəm, həmin valideynlərlə görüşəcəm və o uşaqların müsəlman olmasında vacib olan, lazım olan bütün köməklikləri göstərəcəm. Və eyni zamanda sağ olsun bu işdə mənə böyük yardımcı olan, köməkçi olan Nuranə xanıma dərin təşəkkürümü bildirəm. Nuranə xanım sinəsində böyük mərhəməti olan bir ürək daşıyır. Biz 18-20-yə yaxın uşağı qeydə almışdıq. İndi bəziləri buradadır, bir neçə dedilər ki, səhhətində problem var, gəlməyib. Amma buna baxmayaraq, onların payı da bizimlədir və onlar siyahıda qeyd olunub, hər birisi fərdi şəkildə müsəlman olacaq və onlar müsəlman dünyasına qədəm qoyacaqlar. Müsəlman dünyasına qədəm qoyanda adətən ənəmiz var ki, uşaqlar təzə geyinir. Bugün də bizim ilə məqsədimiz də budur ki, uşaqları təpə-dırnaq geyindirək. Mən bu işdə tək deyiləm, bu işdə mənə dəstək verən xeyrsevər insanlar var. Elə onlardan biri də Mürsəl doktor bizimlədir. Mən deyəndə ki, Mürsəl doktor, mən o kəndə gedəcəm. Mənə müraciət edən, əslində 40-a yaxın uşaq var, amma biz onu dedik ki, hissə-hissə yəni həyata keçirəcəyik. Dedi ki, Yasaman xanım, mən sizinləyəm. Bu çox gözəl bir təşəbbüsdür. Mən də bu təşəbbüsü alqışlayıram. Yəni bu təqdirə layiq bir hərəkətdir. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm ki, gör nə qədər insanları sevindirəcəksiniz bununla. Gözəl bir haldır. Ona görə mən də təşəkkür edirəm sizə. Mən bu işdə tək deyiləm. Mənə dəstək verən xeyrsevər, mərhəmətli insanlar var. Ərsaq şirkətinin Azərbaycandakı rəhbəri Həcər xanım və Əfruz xanım hər bir uşaq üçün öz hədiyyələrini göndəriblər. Onlar uşaqların təmizliyinə aid məhsullardır. Yəni Ərsaq şirkətinin çox keyfiyyətli məhsullarından istifadə edirəm və elə burada bizi dinləyən xanımlara da tövsiyə edirəm ki, o məhsullardan istifadə edin. Bizim hər zaman yanımızda olan Hacı Elnur qardaş özlərinin təşəkkürümü bildirirəm. Uşaqların geyimində xüsusi diqqət yetirib. Nə ticarət mərkəzində çalışan ucuzluq ayaqqabı mağazasının rəhbəri Elçin qardaş öz təşəkkürümü bildirirəm. Arda mağazasının rəhbəri Hidayət qardaşa öz təşəkkürümü bildirirəm. Xalid qardaşa öz təşəkkürümü bildirirəm. Murad qardaşa öz təşəkkürümü bildirirəm ki, o da öz payları ilə bizim yanımızda oldu. Xoş gəldik, səfa gəldik. Allah köməyiniz olsun. Kasıb insanları nəzər alırsınız. Allah canınızı salamat eləsin. Dövlətiniz sağ olsun. Bizim elə sağ olsun, siz sağ olun. Bəli. Allah Bizim elə məqsədimiz də budur ki, qayğıya ehtiyacı olan uşaqların yanında olaq. Bir sözlə, güc birlikdədir. Nə gətirdik, halal xoşunuz olsun. Bunlar sizə olan hədiyyələrdir. Kənan. Al, Kənan al. Kənan bizim qazimiz Zamiqin oğludur. Allah ona can sağlığı versin. Onun atası bizim başımızı uca etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi xidmətlər ilə seçildi. Elə qoy övladı da onun adına layiq bir övlad olsun. Mən təbrik edirəm. Sağ can arzulayıram. Növbəti payımız Həsənə getdi. Ne qəşəng oğlası. Təbrik edirəm səni. Oy, öpün. Təbrik edirəm. Sağ canla gəlsən. Sən də məni. Biz 3 yaşdan 13 yaşa qədər uşaqları nəzərdə tutmuşuq. Elə 3 yaşlı Ümid bizimlədir. Çok sağ ol. Yusuf'un 13 yaşı var və istədim ki, ona həmi bir xeyriyyəçi qayğısı göstərim. Həm də çatarsa bir ana qayğısı göstərim. Buyurun. Salam balacıq. Təbrik edirəm. Can sağlığı arzularım. Dərsə? Keçənirsin? Təbrik edirəm. Sağ ol. Sağ ol. Türkər. Təbrik edirəm. Sağ ol.
Sədullah neçə yaşın var? 11. Sədullahın 11 yaşı var. Təbrik edirəm. Adın nədir? Uğur. Uğur, mən səni təbrik edirəm. Allah rəhmət eləsin. Ruhunuz şad olsun. Məkanınız cənnət olsun.